dünyanın sonu çatmaq üzrədir. Liderlər yalan danışır. Siyasətçilər bizi aldadırlar. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev o zaman Sovet adamları yaxşı bilir. Deyirdilər ki, 2000-ci ildə dünya dağılacaq, dünyanı su basacaq, zəlzələlər olacaq, insan qalmayacaq. O zaman hamı inanmışdı. Hətta Quranda da inandıra bilmişdi bəzi din xadimləri ki, həqiqətən 2000-ci ildə dünya dağılacaq. Bizim kənddə bir Qasım dayı var idi. Allah rəhmət eləsin. İndi rəhmətə gedib. 2000-ci ildə dünyanın dağılmasına inanan Qasım dayı deyirdi ki, Bolqaristanlı Vanga deyir, bütün ekstrasenslər deyir, kəndimizin dindar adamı Mömin Hacı Rəsul da bunu deyir. Deməli, bildikləri bir şey var. Bu adamlar yalan demir ki. 2000-ci ildə dünyanın dağılacağına tamamilə inanan Qasım dayı həyat bazasındakı qoyun quzu, mal qaranı satır, qohum qonşulardan borc pul alır ki, bəs bir ildən sonra pulunuzu qaytaracağım. Küllü miqdarda pulu qoyur cibinə və gedir Rusiyanın Kislavod, Nalçik, Soçi, Türkiyənin Kəmər, Quşadası, hər yeri 5-6 ay gəzir, yeyir, içir və bütün pulların başına daş salır. 2001-ci il başlayır, dünya dağılmır. Qasım dayı da iki əlli başını tutur ki, sizin varınız yoxunuz belə, kökünüz belə, bütün varımı, dövlətimi satmışam, təpədən dırnağa qədər borcun içindəyəm. Bu dünya niyə dağılmır? İndi bütün kənd mənim həyatımda yatır ki, borcumu qaytar. Başıma nə daş salım mən? Dünya həqiqətən dağılacaq və dünyanı insanlar dağıdacaq. Növbəti videomda bu haqda danışacağım.